Bəxtiniz bir tasmayın. Salam, siz soruşun, biz cavablandıraq rubrikasına xoş gəlmisiniz. Təzyiq və şəkər səviyyəsi yüksəkdirsə, nə etməliyəm? Qanda şəkər səviyyəniz yüksəkdirsə, tablet və qəbul etdiyiniz insulinlər korreksiya olunmalıdır. Təzyiqiniz yüksəkdirsə, dərmanınız dəyişdirilməli və yaxud da ki, əlavə dərman əlavə olunmalıdır. Diabetin qarşısını necə ala bilərəm və ya necə idarə edə bilərəm? Əgər sizdə şəkərli diabet tip 1 aşkarlanıbsa, bunun qarşısının alınma yolu yoxdur. İnsulin terapiyaya başlamaq lazımdır. Əgər sizdə tip 2 diabet aşkarlanıbsa, fiziki aktivlik, pəhriz müalicəsi və lazım gələrsə dərman müalicəsinə başlamaq lazımdır. Normalda qanda TSH hormonu hansı səviyyədə olmalıdır? Normalda qanda TSH-ın səviyyəsi xəstənin yaşına, çəkisinə, qaxı-məzər vəzi əməliyyatı keçiribsə ona uyğun, ürək-qan damar sistemi xəstəlikləri varsa ona uyğun şəkildə tənzimlənir. Tiroid problemləri, hipotiroidizm və ya hipertiroidizm necə diaqnoz edilir və müalicə olunur? Qanda TSH, FT4 hormonuna baxmaqla hipotiroidizm və yaxud da ki, hipertiroidizm olmasını diaqnoz qoya bilirik. Sonra isə xəstənin şikayətləri önəmlidir. Müalicəsi isə diaqnoz qoyduqdan sonra aparılır. Hormon müalicəsi təhlükəsizdirmi və yan təsirləri nələrdir? Hormon müalicəsi çoxdur. Baxır hansı hormonda dəyişikliyimiz var. Əgər qaxı-məzər vəzidən söhbət gedirsə, əvəzci terapiya əlbəttə ki, zərərsizdir. Əgər xəstə klimaksdadırsa, burada istifadə olunan hormonlar da xəstə müayinə olunandan sonra təyin olunur və s.